Təxminən 700 İran şirkəti Tiflisdəki Uznadze küçəsi 111 ünvanında qeydiyyata alınıb. Baxmayaraq ki, həmin ünvanda onların fiziki varlığının əlamətləri yoxdur. Cəmi 100 nəfərin yaşadığı Dunta kəndi təqribən 800 İran şirkətinin ünvanı olaraq göstərilir. Gürcüstanda ticarət, tikinti, nəqliyyat və sənaye sahələrində fəaliyyət göstərən minlərlə İran şirkəti var. Onların qeydiyyatının xüsusiyyətləri şübhəli iş fəaliyyəti ilə bağlı suallar doğurur. Bu faktlar Azadlıq Radiosunun Gürcü redaksiyasının bu günlərdə dərc etdiyi geniş araşdırma yazısında yer alıb. Məqalə həmin radionun Fars redaksiyası tərəfindən də müxtəsər şəkildə Fars dilinə tərcümə olunaraq yayılıb. Araşdırmanın müəllifi ötən il Azad Media mükafatına layiq görülən ilk Gürcü jurnalisti Nastasiya Arabulidir. Onun yazdığına görə Gürcüstanda 13 minə yaxın İran müəssisəsi qeydiyyata alınıb. Onların bəziləri eyni zamanda bir neçə sektorda işləyirlər. Bəzilərinin isə Gürcüstanda yerinə yetirdikləri missiya ilə bağlı heç bir məlumat yoxdur. Müəllif qeyd edir ki, İran şirkətlərinin Gürcüstana marağı 2009-cu ildən başlayıb. 2012-2019-cu illərdə bu proses sürətlənib və hər il yüzlərlə yeni firma qeydiyyata alınıb. Bu, İranın ağır beynəlxalq sanksiyalar altında olduğu dövrdür, deyə o əlavə edib. Hələ 2013-cü ildə Wall Street Journal qəzeti sanksiyaların sərtləşməsi ilə İran iş adamlarının Gürcüstana böyük vəsaitlər qoymağa başladığından bəhs edən məqalə dərc edib. Məqalədə İslam İnqilabının Keşişçiləri Korpusuna, yəni Sepaha bağlı 150-yə yaxın saxta şirkətin Gürcüstanda qeydiyyatdan keçirildiyi, onların bir tərəfdən sanksiyalardan yayınmaq, digər tərəfdən də ikili təyinatlı texnologiyaların idxalına nail olmaq istiqamətində fəaliyyət göstərdiyi narahatlıqla qeyd olunub. Gürcüstanda fəaliyyət göstərən İran şirkətlərinin sayı artdıqca bu yöndə məsləhət və istiqamət verən internet resursları da artmağa başlayıb. Onlar Gürcüstanın tranzit potensialı, burada ixrac lisenziyasının alınması qaydaları barədə məlumatlar verməklə yanaşı, sanksiyalardan yan keçmək sxemlərini də açıq şəkildə təsvir edirlər. Həmin sayt və bloglarda Gürcüstanın bir neçə ölkə ilə, eləcə də Avropa Birliyi ilə sərbəst ticarət müqaviləsinin olduğu və imtiyazların ümumi sistemi sayəsində Amerika bazarına da çıxdığı vurğulanır. Bu əsasda təklif olunan sxem belədir. İran biznesmenləri əvvəlcə öz məhsullarını Gürcüstana göndərə, orada yenidən qablaşdırıb Gürcüstanda istehsal olunmuş mal kimi xaricə, o cümlədən Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarına ixrac edə bilərlər. Artıq 7 ildir Gürcüstanda iş qurmaq və əmlak almaq üzrə konsaltinq xidmətləri göstərən Sisno Group adlı İran şirkəti investisiya qoyuluşu baxımından ölkənin daha bir əlverişli cəhətini qeyd edib. Gürcüstanın unikal xüsusiyyətlərindən biri ixtisaslı və səriştəli işçi qüvvəsinin mövcudluğudur. Ölkədə əksəriyyəti 3 dildə, Gürcü, Rus və İngilis dillərində sərbəst danışan istedadlı gənclik var. Bura sərmayə qoymağın üstünlüyü budur ki, burada orta əmək haqqı Avropa ölkələrindəki orta əmək haqqının 5də birindən də azdır. Amma işin keyfiyyəti və işçi qüvvəsinin potensialı çox yüksəkdir. Nastasiya Arabuli qeyd olunan araşdırmasında 1 iyun 2025-ci il tarixinə Gürcüstanda qeydiyyatdan keçmiş 12828 İran şirkətinin təhlili əsasında aşağıdakıları qeyd edib. 1. Gürcüstanda qeydiyyata alınan Rusiya müəssisələrindən fərqli olaraq İran müəssisələrinin əksəriyyətini 93,2%-ni şirkətlər təşkil edir və onların yalnız 6,6%-i fərdi sahibkar kimi qeydiyyata alınıb. 2. İran şirkətinin 91,2%-i tam İran mülkiyyətidir və yalnız 8,8%-i də İran iş adamlarının Gürcüstandan və ya digər ölkələrdən olan tərəfdaşlar var. 3. İran şirkətlərinin 71,1%-i Tiflisdə, 6,9%-i Saçxeri bələdiyyəsində, 6,3%-i isə Adigenidə qeydiyyata alınıb. Həmçinin Batumi və Poti kimi liman şəhərlərində, eləcə də Gürcayeni, Rustavi, Marneoli bölgələrində İran müəssisələri vardır. Bu təhlil İranın beynəlxalq sanksiyalardan yayınmaq üçün Gürcüstana iqtisadi nüfuzunun miqyasını aydın şəkildə göstərməkdədir. Cari ilin mart ayında Transparency International Georgia şirkətinin açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Təşkilat 2013-cü ildən bəri İranın Gürcüstanla iqtisadi əlaqələrinin genişlənməsini göstərən bəzi faktları qeyd edib. 1. 2001-2012-ci illərdə İran vətəndaşları Gürcüstanda 2370 şirkət qeydiyyatdan keçirib. 2013-2024-cü illərdə isə 4 dəfə çox, 9300 İran şirkəti qeydiyyatdan keçib. 2. 2012-ci ildə İrandan Gürcüstana 82885 ziyarətçi gəlib. 2024-cü ildə bu rəqəm 2 dəfə çox, 145670 nəfər olub. 3. 2001-2012-ci illərdə İrandan Gürcüstana 8 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub. 2013-2024-cü illərdə isə 5 dəfə artaraq 40 milyon dollara çatıb. 4. 2012-ci ildə Gürcüstanın İranla ticarət dövriyyəsi 119 milyon dollar təşkil edib. 2024-cü ildə isə dövriyyə 2,7 dəfə çox, 322 milyon
milyon dollar olub. Bütün bunlar həm də İranın Ermənistanla iqtisadi əlaqələrinin inkişafında, eləcə də Ermənistan üzərindən Gürcüstana çıxış üzərində təkid etməsində hansı hədəfləri güddüyünü anlamağa imkan verir. Xüsusən İrana qarşı BMT sanksiyalarının bərpa olunduğu hazırki şəraitdə Tehran Cənubi Qafqaz istiqamətinin özü üçün əhəmiyyətini daha yaxşı dərk etməyə başlayıb. Konkret olaraq Gürcüstana gəldikdə isə İranın bu ölkəyə özəl marağı təkcə sanksiyalardan yayınmaq və Avropa bazarına çıxış imkanları ilə deyil, həm də Gürcüstanda yüz minlərlə müsəlman əhalinin ilk növbədə azərbaycanlıların yaşaması ilə şərtlənir. Bu məsələ illərdir İran mediasında, ayrı-ayrı ekspertlərin məqalələrində və din xadimlərinin çıxışlarında açıq şəkildə ifadə olunur. Hələ bir neçə il öncə Gürcüstandakı dini təbliğat fəaliyyəti barədə Qum Elmi Hövzəsinin rəsmi informasiya agentliyinə verdiyi müsahibəsində Hüccətül İslam Məhəmməd Tağı Rəbbani belə deyib: Gürcüstanla bağlı giriş olaraq bəzi məsələləri qeyd etməyə lazım bilirəm. Birincisi, Gürcüstan vaxtilə İrana məxsus olub və deyə bilərik ki, insan ora gedəndə özünü İrandakı kimi hiss edir. Xüsusən onun köhnə məhəllələrinin memarlığı İran memarlığıdır və orada Şah Abbasla bağlı məscidlər, hamamlar var. Beləliklə Gürcüstanın İranla güclü əlaqəsi var. İkinci məqam ondan ibarətdir ki, oradakı insanlarda İranlılara münasibətdə qardaşlıq, birlik hissi var. Xüsusən də Gürcüstanda çoxlu sayda şiə və müsəlman azərbaycanlılar vardır və azərbaycanlıların İrana bağlılığı daha güclüdür. Onlarla ünsiyyət qurmağımız çox rahatdır. Göründüyü kimi din pərdəsinə bürünmüş paniranist dairələr hələ də imperiya xülyalarından əl çəkməyiblər və son illər Cənubi Qafqazda Rusiya təsirinin zəifləməsinə özləri üçün bir fürsət kimi baxırlar. Bu mənada İran rejiminin Gürcüstanda iqtisadi şəbəkəsini gücləndirməklə cari maraqlarla yanaşı daha uzun müddətli hədəflər izlədiyini görməmək mümkün deyil.